Bismillah, hər vaxtınız xeyir, hər kəs salamlayıram. Sushi çiğ köftə hazırlayacağıq. İlk videomuz. Təbii ki, bıçağınız izlənməli. Deməli, iceberg kələmi doğradıq. Keçirik ən maraqlı yerinə. Belə şap belirlər nəsə maraqlı olur. Cincəlcək. Böyle bir şey. Üzüm lavaşımızdır. Lavaşı böyle yardan, kenarlardan mütləq böyle kesmeye lazım. Sağımızı götürürük. Aradım şeye sipariş vermek için mütləq əvvəlcədən. Çünkü bu döner değil. Tez hatırladacağım, baş ağrısı olsa da. Şey kəsdim, koydum verdim. Alın böyle təəssüf ki. Hazırlayacağımız sushi çiğ köftədir. Hatırladım ki bunun sushi ile heç bir əlaqəsi yox. Görünüş olaraq sushi oxşadığına görə vermişik sushi çiğ köftə. Sushi köftədən sushi. Bəziləri qaçır, yemir, istəmir. Mən sushi yemirəm deyir. Nə adı yaxşı bilir, nə şiş yansın çarab. Bunu yumuşaldırır. Davamı. Tam bilməyəcək. Çiğ köftə tutalım. Qırıq. Növbəti. Böyle paketli olur çiğ köftelerimiz. Hazırlayıp paketleyip yoğurucu gözleyip. Biraz danışmaq lazımdır. Təəssüf ki, mən də sənə o qədər də güclü deyim. Təəssüf. Yağ onsuz da çiğ köfte hazırlananda əlavə olunur. Daxildə əlavə olunur, limon əlavə olunur, amma burada da əlavə edirik. Çünki biz bolluğu sevən millətik. Biz israfı sevən millətik. Təəssüf. Hər bolluq israfdır, xeyr. Amma ümumən belə götürəndə olmaq israfdır. Yumuşaldırıq lavaşı. Qırılmasın deyə, qırılmasın. Lavaş qırılır. Mən qırılır deyim, siz çatdaq deyil. Mesela böyle bir şey alınmış. Çiğ köftəmizin duzu azdır. Duzu əlavə eləmək lazım. Duzumuz hardadır, duzumuz buradadır. Götürəcək. Şöyle ucun deyib ki, duz azdır. Sonra bağlayaraq. Şöyle. Böyle köftəmiz hazır. Yenəlik çiğ köftəni əlavə edirik bu qaydada. Ondan da mən bir əlli işləyirəm. Bugün ikinci əlcəyə taxdım, öyrəşməmişəm. İki əlli işləməyə qətiyyim. Təzə aparat video çəkmək üçün asıb, boynumdan asıb. İstər istəməz rahat iş görənmirəm. Qətiyyən bayaqdan elə çapalayıram. Bilmirəm telefon tepsiyə deyil, bilmirəm çiğ köftəyə deyil, bilmirəm boynumda necə durur. Neysə, belə bir şey. Əlavə olunur iceberg kələmi. Hatırladım ki, iceberg kələmi. Niyə ayırdıq, bunu deyəcəm. Hələ mənəm. Bilmirlər başqa, bilmirlər aslında. Bizim xalq cəmaət. Amma çiğ köftə hazırlayanlar ki bilir. Bunun böyüklüyünə baxın. Bunu vurmuşsaq, iceberglə eləmişdik. Bunu kənarlarına qoymaq üçün ayırmışdım. Artıq qalır. Nə əlavə olunur?
özel sosumuz. Tomat, isot, limon, suyu deyəndə limon üzrə. Suyu. Naşərab, tuz və toz biber. Şu. Bismillah. Dilediğimiz bıçaqla kəsirik. Dilimler çok böyük oldu. Səbəb oldu ki, kameraya görə burada bəzimizə kəsirik. 4, 5, 6, 7, 8, 12 dilim olmalıdır. Çoxdur. 9, çox ondan edirik. İncə kəsdim o cür, çox olmur. 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13. Elə ölçüb bitirik, əlində ki. Sırf hazır. Meyniri qablaşdırırım. Geri qab götürmək. Bundan qabımız. Qabımızı alıram. Bura gələcək bir də xeyir. Qaçdıq. Qabımız. 1, 2, 3, 4, 5, 6, 9. Ama da alt onu tutmalı ama boş kaldı. İnce oldu. İnce ama iri. Çok iri. Ona bak. Yok. Saçmayacak. Saçtı. Böyle. Devam edeceğiz çipsini. Bu da bonus. Buyurun bura. Biri çipsini yapmıyor. Hansı çipsi? Lay's çipsinden istifadə eləmirik. Farklı. İstifadə eləmirik. Yahudi malı istifadə eləmirik. O boynundakı telefon Yahudi malı deyil. Yox, yox sırdaş, yox yoldaş. Yahudi malı deyil. Çalışdığımız qədər qaçırıq Yahudi malından. Bəli, çalışdığımız qədər. Sən 10 istifadə edirsən Yahudi malı, mən bəlkə bir. Yəni, çalışdığımız qədər qaçırıq. Burada nə var ki? Niyyət önemlidir məsələdə. Sənin niyyətin heç yoxdur axı. Sən ancaq səhv axtarsan məndə. Sənin niyyətin yoxdur heç. Aksine qaçırsan Yahudiyə. Şimdi Yahudi malı. Yahudi. Güclüdür axı. Güclüdür. Biz öyrəşmiş ki, güclü yanında olmalı. Biz deyəndə yəni siz. Bu qayda. Yarım kilo olsun. Aşk olsun, əhvalınız xoş olsun. Gələn videolarda görüşərik. Savaş verə bilərsiniz. 12-ci mikrorayon 21 saylı məktəbin qarşısı çatdırılmaq 1 saat öncədən cümə günləri 50% indirim. 2 sushi çiğ köftə alana 1 hədiyyə. 1 kilo çiğ köftə alana malzemeli. Yarım kilo hədiyyə. Yarım kilo alana 250 qram hədiyyə. Cümə günləri indirimləriniz var. Sipariş verə bilərsiniz. Çiğ köftə acı, ayran ilacı. Xoş olsun.